Salamatınız xeyir olsun değerli futbol severler. FA Cup turnirinden hepinizi hoş gördük. Günün ikinci karşı durmasında Kreativ ve Kubart komandaları karşılaşır. Her iki komandaya uğurlar arzulayırıq. Bol qollu haqq, ədalətli, gözəl bir maç bir yer iki komandaya da sizlər indi komandaların niyyətləri ilə tanış edəcəm. İlk öncə Kreativ komandasının niyyətləri belədir. Qapıda Azad, İsmət, Ramil, Elxan, İlkin, Gül Məhəmməd, Ümid və Akşin. Kubart komandasının niyyətləri belədir. Qapıda 1 Laçın, 7 Ceyhun, 5 Ağa, 11. Və bu arada top tordadır. Elcan fərqləndi. Uzaq məsafədə dəqiq zərbə ilə oyunda ilk dəqiqəsi dolmadan komandasını hesabda irəli çıxardı. 1-0. Təqdim etmə daha bitmədən hesabı açır Kubart komandası. Mən isə təqdim etməyə davam edim. 5 Ağaydır, 11 Pünhan, 3 qolun müəllifi Elcan, 12 Hüseyin və 22 Maqa Junior. İndidən iki komandaya uğurlar arzulayırıq. Layiq olan qazansın deyirik. İlkin topladı, alt yerini yetirilib artıq. Sağdan paralel ötürmə gəldi, topu önünə yaxşı alır. Qapı qarşı ötürmə, top qapısı Laçında qaldı. Laçına yerə doğru ötürmə. Qarşılandı. Topçu gəlir Maqa Junior. Maqa Junior topu tora göndərir. 2-0 edir hesabı. Arda gollar Kubart komandasından. 2 topda artıq fərq. Mərkəzdən bir daha yenidən Kreativ komandası top oyuna daxil etdi. Ramin ötürməsi keçmədi. Ağa blok qoydu. Top Kubart komandasına qalır. Kapitan Ceyhun ötürməsini edir. İrəliyə ötürmə Pünhan istiqamətinə. Top tikisi gəldi Kubart komandasında. İsmətdən top tikisi gəlir. Out. Out Kubart komandasının olacaq. Yox. Bəli, Kubart komandası. Out'u yerinə yetirəcək. Elzan topu out'dan oyuna daxil etdi. Sağdan ötürmə gəldi Ceyhun. Ceyhun topu özünü saxladı. Solcan bu dəfə o parayla ötürməsini etdi. Elzan oyundakı açılış qol müəllifi. Ağa ilə oynadı. Ağa topu meydana saxlaya bilmir. Out. Maqa out'dan topu oyuna daxil edib artıq. İlkin. Geriyə ötürmə Ramil. Təzyiq var. Ceyhundan amma topu Ramildə qalır. Ramil irəliyə doğru ötürmə. Elcan onun nəzarətində top qapıcı. Laçına qədər gəlib çatdı. Laçın sağ azdan oynadı. Ağa sol cama edir. Yanında Elcan oynadı. Elcan. Maqa Junior topluyor. Yenidən Elcan'ı var, patlaşması düşündü, kesmədi. İsmətdə qalır top, özünü çatdırdı Ceyhun. İmkan vermədi İsmət irələnməsinə, yenidən qazanır topu. Kubart komandası, Ağa. Ara ötürməsi qapı qarşısına! Pünhan fərqləndi. 3-cü qol müəllifi oldu Pünhan. 3-0. 4 dəqiqəyə 3 qol sığdırıb artıq Kubart komandası. Mərkəzdən top oyuna indi daxil edildi indi. Kreativ komandasında. Maqa ötürməsi keçmədi adaşı. Maqa Junior topu qazandı. Bu qapı 9'a bindirdi. Golkiper Azad 2 həmlədə topa sahib olmağı bacardı. Elxan irəliyə doğru ötürmə Ağa. Kəsib ötürmənin qarşısını. Out olacaq. Kreativ komandası out'dan top oyuna daxil edəcək. İlkin indi out'u yeni yetirir. Sol caha. Maqa istiqamət ötürmən top Kubart komandasına keçmişdi. Ceyhun nəzarəti top out'u yolandı. Kubart komandası indi sol cahdan. Out'u yeni yetirdi Maqa Junior. Ceyhun oynuyor. Ceyhun mərkəzə zərbəsi indirdi. Golkiper təkrar zərbə. Başla zərbə. Dəqiq alınmadı. Bax şöyle Hakim cərimə zərbəsi təyin etdi, yoxsa penaltidir mi?
Başını kaldırma. Sen tutsam öyle. Sen bir tutarısın. Vara baxıldıqdan sonra penalti qərar verilir. Kubart komandası 4-cü gol üçün yaxşı fürsət yaranıb. Günhan gəldi, Fitsəsəni, zərbəsi, qalkiper. Səhv etdi bu zərbəni. Çok qabağa gəldi be. Altdan ilə ağa topunu daxil etdi, başda zərbə düşündü Elcan amma alınmadı bu zərbə. Alt kreativ komandası yeni yetirildi. Elxan var topun arxasında. İləyə doğru ötürmə. İlkin istiqamətinə. Burada penalti bu dəfə kreativ komandası. Penalti qazandı. Lasın rəqibinə qarşı qaydana pozmuşdu. Haşim tərəddüdsüz penalti nöqtəsini göstərir. Bu dəfə kreativ komandası penalti qazandı. Hesab fərqini azaltmaq üçün indi kreativ komandasına yaxşı fürsət yaranır. Maga, bırak ve yapamı. Yapamı. Yaxşı bu. Pis səslənir, Maga biraz Azərbaycan. Maga! Top tordadır, 3-1. Ümidləndirir bu qolla komandasını Maga. Kaptan kaptan. 3-1 olur hesab bu qolla. Mərkəzdən artıq top oyna. Daxil edilib. Maga Junior qapısı Lasın oynadı. Solcan ağanı düşündü, ötürmə kesmədi. İsmət imkan vermədi. Maga Junior topladı. Maga sürətli eləməyə çalışır. Solcan meyil etdi Maga. Geri ötürməsini etdi ağa. Ağadan irəyə doğru ötürmə qarşılandı müdafiətə. Ramil topu qazandı Kubart komandası. Günhan Maga Junior oynadı. Maga sola çəkdi, zərbəsi indirdi. Top çərçivədən aralı keçdi. Topudan zərbə ilə oyunun hərəkətliyi qazandı. Kreativ komandası uzun ötürmə gəldi ikinci istiqamətinə. Topu ram etmək mümkün olmadı. Kapitan zərbə ilə Lasın topuna daxil etdi. Sol uzaqda Ağa topladı. Ağa Ramil var qarşısında keçdi onu. Qapı qarşısı ötürmə ilkin. Qarışdırıldı. Komanda yoldaşına. Ramil'e ötürməkdə. Ramil baxır indi. Solca ötürmə düşündü. Kesmədi bu ötürmə. Günhan. Maga Junior sadəcə Günhan zərbəsi indirdi. Son anda. Qalkiper və korner. Günhan Kone'yi yetirdi. Bu qarşısında. Zərbə indirmək mümkün olmadı. Out kreativ komandası. Yeni yetirdi. Komandasının tek qolu məhədifi Gülməhəmməd topladı. Kapısına ötürmək etmiş təzyiq var Maga Junior'dan. Təzyiq bəhrəsini vermir. Yox, hələ ki indi kreativ komandası. Out yeni yetirməlidir. İlkin Maga oynadı. Ramil ötürməsi qısa qaldı. Maga qazanır topu yenidən komandasına. İlkin var sol uzaqda. Geri ötürməkdə Ramil. Bir ortaya atın. İlkin solda kal, İsmet sağda. Hüseyin topladı. Qoysi. Baxdı qapıya. Zərbəsi indirdi. Dəqiq alınmadı. Elxan Ümid oynadı. Ümid döndü geriyə. Azad. Maga oynadı. Ümid yenidən Maga düşündü. Ötürmək kesmədi. Top Kubart komandasına geçti. Maga Junior'un zərbəsinə blok gəldi Ümiddən. Korner.
Korner yeni yetirildi. Maga Junior topladı. İsmet var qarşısında. Maga döndü geriyə. Ötürmə dəqiq alınmır. Ümitdə qalır top. Ümit. Yanında İsmet oynadı. İsmet zərbəsini indirdi qapıya. Son anda qapıcı təkrar zərbə. Amma sərtifiyə tuş gəlmədi. Arda epizodlar kreativ komandasında amma hələ boş qayıtlar bu. Hücumdan qapıdan zərbə ilə də artıq oynayan kəhdi qazanıb Kubar komandası oyunu irəliyir. Ecan. Sol cəhətdə Pünhan qapı qarşı ötürmə. Ağalı qar top. Ağa yenidə Pünhan qaytardı və topu tola göndərir Pünhan. Pünhan topu. Rəqib qapısından kesilməyi bacardı bir daha. 4-1 oldu hesab. Dubl edir bu qolla Pünhan. Mərkəzdən indi kreativ komandası top oyuna daxil etdi Hakimin fiti ilə. Top Elxanda da hal-hazırda. Elxan sol cəhətdə ilkin var. Qusi kəsdi qarşısını. Təzih göstərir sona qədər. Elxan topunu saxladı. Son anda Elxan sürüşərək. Yerində müdaxilə və out. Kreativ komandası yerinə yetirəcək. Yerə ötürmə, Qusi qarşıladı müdafiədə. Altı yetirdi. Ümid birbaşa qapıya zərbə düşündü uzaq məsafədən. Dəqiq alınmadı. Sol canaha bitirmə gəldi. Maga Junior topladı. Hüseyin oynuyor. Hüseyin'e irəli götürmə top. Meydandan çıxır. Qapıdan zərbə olacaq. Ramiz komutatına düşmüş. Kesmədi bu ötürmə. Maga Junior qazanmışdı. Zərbəsini də indirdi amma dəqiq alınmadı. Ramiz solca ötürmə düşündü. Keçmədi. Ağa topu qazandırdı komandasına. Müdafiədə inanma oynadı. Yanında indi Maga Junior oynadı. Maga. Ezanı gördü. O da Ağa oynayır sağ cəhətdə. Ağa Maga'nı gör. Yenidən. Maga irəyə doğru ötürmə. Top kreativ komandasına geçti dediyim anda. Ziddilər kimi topu dərhal qazanmağı bacarır. Kubart komandası. Ötürmə dəqiq alınmır. Out. Kreativ komandasının da. Hüseyin sol cəhətdə Ağa oynadı. Ağa qapı qarşı ötürmə. Toxunuş gəlmədi. Elcandan qapı qarşısında. Buradan zərbə olacaq. Buradan zərbə ilə oynayan kəhdi qazandı. Azad. Elxan oynamışdı. İkin, sağca Ramiz qamət ötürmə. Süət yığma çalışır Ramil amma topa çatmaq mümkün olmadı. Sağ cənahda Maga Junior topladı. Paralel ötürmə edir sol cənah Hüseyin. Keçdi orada bir rəqibini. Pünhan var yanında topu özü saxlayır elə ki. Hüseyin və indi top meydanı tərk edir. Öyle top özündən. Hüseyin özündən meydanı tərk edir. Out. Kreativ komandası yeni yetirdi. Yenidən out olacaq. Ümid Elxan oynadı. İleri götürməyə Rami istiqamətinə.
İkinci önde qaldı top. İkinci zərbəsi dəqiq alınmadı. 2. Və zərmə zərbəsi təyin olundu. Burada qalkiper Lasın qaydanı pozmuşdu. Elxan. Rami. Bir kız qalın burada. Pis səsləndi. Elxan yeni əsirli dərmə zərbəsini top canlı səhətdən qayıtdı. Out. Out yeni əsirli Elxan. Ara ötürməsi kesmədi. Pünhan topu qazandırdı komandasına. Maga Junior topladı hazırda. Maga sürət yığıb. Pünhanı gördü. Top meydanda qalıb. Pünhan. Maga Junior oynuyor. Yenidən Maga istiqamət ötürmə. Gül Məhəmməd müdafiəli ilə oynadı. Kupart komandası out yeni yetirdi. Ağa. Out. Maga Junior. Pünhan oynuyor. Yenidən Maga. Topla oynamağı seven bir oyuncusudur. Hüseyin Pünhan oynadı. Pünhan. Sol uzaqda Ağa istiqamətə ötürmə gəldi. Maga Junior topladı hazırda. Yenidən topu Ağaya qaytardı. Qapı qarşısı ötürmə düşündü. Kesmədi bu ötürmə. Top indi kreativ komandasına qalır. Üzüm əmləsi izləyəcək kreativ komandasından. İsmət qapısı özü zərbəsi indirdi amma bu zərbə qeyri-dəqiq alındı. Geridən Maga Junior rəqibin qarşısını kəsib. Korner. Ramil Korneri yeni itirdi amma ötürməsi dəqiq alınmadı. Yerə doğru ötürmə. Top meydanda qalıb. Amma kreativ komandasına qaldı top indi için. Ötürməsi dəqiq alınmadı. Kupart komandası topu qazandı. İlk cəhd alınmadı. Top yenidən Elcana gəldi. Elcan da indi Maga Junior oynadı. Maga sol cəhdə. Arxa qoşulub hücuma. Qapı qarşısı ötürmə düşündü. Ötürmə kesmədi. Hüseyin sağ zahmə edir. Top indi meydana tərk etdi. Out. Kreativ komandası yeni yetirməlidir. Oyunun başlar kimi bildirir. Top qapısı vasına qədər gəlib çatdı. Onasın da indi Maga Junior'la oynayır. Maga döndü qapısına. Yenidən Maga. Ötürməyə dəqiq alınmadı. Ümid topu qazandırdı komandasına. Zərbəsi indirdi Ümid qüvvətli zərbəni. Qalkiper dəf eləməyi bacardı. Soldan ötürmə yaxşı alındı. Maga ötürməsi Rami zərbəsi indirdi dərhal. Bu zərbə çərçivədən yan keçdi. Lasın qapıdan zərbə ilə top oyuna daxil edir. Ağa oynuyor. Ağa. Ceyhun. Ceyhundan para ötürməsi alacaq. Maga Junior sola çəkdi. Sol cənahda Ceyhunun oynadığı kapitan. Ayağını topu biraz iləri bıraxdı. Və topu qazandı.
Oyun yenidə qaldığı yerdən hərəkətli qazanır. Azad. Qalkiperdən indi irəyə doğru ötürmə Rami istiqamətinə. Rami topu Rami edir. İsmət oynadı sağ cinahda. İsmət. Qarşısında Ağa var idi və imkan vermədi onun. Daha da irələməsinə. Raminin zərbəsi qalkiper. Basın bu topu dəf etməyi bacardı. Top Hüseyində qaldı indi. Hüseyin əldə top özündə də indi Ağa ilə oynadı. Seyhun. Soldan ötürmə Ağa. Günhan qapı qarşı ötürmə düşündü son anda. Ağa qarşıladı müdafiədə və korner. Ceyhun korneri yeni yetirdi. Geriyə Maga Junior. Zor məsafədən zərbəsi. Qalkiper səhv etdi bu zərbəni. Asın. Ağa Maga Junior oynadı. Seyhun. Sol zanatda Ağa var. Top elədə Kubart komandasında da Ceyhun zərbəsini indirdir. Blok gəldi bu zərbəyə, out olacaq. Ceyhun qarşısı indi kəsildi və hakim tamam deyir. Ramil sol zamə getdi. Ağa Junior kəsdi qarşısını. İrəyə doğru ötürmə, top biraz ötürmə sürətlandı. Qapısı Azadda qalır top. Azad, Elxan oynadı. Elxandan ötürmə. Maga. İlkin var sol cinahda. İlkin sol cinahdan eləməyə çalışır. Qapı qarşı ötürmə, qapıcı. Vaxtında qalır top. Günhan yanında Ağa ilə oynayır. Sağ cinah ötürmə, Maga Junior. Maga. Ağa ilə oynadı. Günhan. Sol cinahda. İndi ötürməsini etdi. Yenidən Günhan. Bu ötürmə cəhdi uğursuz alındı. Topu qazandı. Maga mı dediyim anda topu qazanır. Qusi zərbəsi də. Tapanla zərbə indirdi. Direğe tuş gəldi bu zərbə. Top ilkində qaldı. İlkin Qusi topu qazandı. Özür edir. Ötürmə cəhdi alınmadı amma top Kubart komandasına qalır. Hüseyin. Topu aldı ondan Ümid. Ümid sürət yığıb sağ cinahda Ağa kəsdi qarşısını. Qapısı altında qaldı. Toplasından irəyə doğru Ceyhun istiqaməti ötürmə gəldi. Ceyhun topu yenidən qazandı. Ceyhun ötürməsi kesmir. Out. Günarəyə girməyə çalışırdı Ceyhun amma son anda Azad topu uzaqlaşdırmağı bacardı. Out Kubart komandası yeni yetirdi. Ceyhun Günhanı düşündü, bu ötürmə cəhdi alınmadı. Out yenidən Kubart komandasının sol cinahdan. Out'u yeni yetirdilər. Ceyhun topladı. Ceyhun bir pas göstərdi. Maga qapı qarşısı ötürmə düşündü. Günhan o istiqamətdə elə ki satmamışdı. Qapıdan zərbə ilə topunu daxil edildi. Ötürmə Qusi zərbəsi. Direğin dibindən meydana tərk etdi. Qola çox yaxınlaşdı Kubart komandası. Amma bu epizodda fərqlənmə mümkün olmadı və hakimin də fiti səsləndi. İlk hissə başa çatır.
İkinci hissədə yenidən görüşmək ümidi ilə əhləlik deyirəm. İkinci hissədən təkrardan bir xoş gördük dəyərli futbol sevərlər. İlk hissə Kubart komandasının 4-1 üstünlüyü ilə başa çatdı. İkinci hissədə iki komanda yenidən oğullar azı baxa görə ikinci hissədə bizi necə qarşı durma gözləyir. Ezan döndü qapısına. Vaxtçın Maqa Junior topu istədiyi kimi ram edə bilmədi. 6 yolunar top. Top çıxısı gəldi Kubart komandasından. İndi Kreativ komandasının ikinci hissədəki ilk hücum əmrəsini izləyəcəyik. Maqamda ötürməsi alınmadı. 6 yetirdi. Qarşılandı müdafiədə. Sağdan ötürmə cəhdi alınmadı. Ceyhun topu komandasına qazandırdı. Sürət yığı Maqa Junior oynadı. Maqa ayaq saxlayır. Ceyhun yenidən Maqa istiqamətə ötürmə topa çatmadı. Maqa burada çatdığı an artıq topu tora göndərməyi qaçsın olmaz idi. Maqa Junior döndü geriyə. Maqa sol can ötürməsini etdi Elzan. Pünhan oynadı. Ağa sağ can ötürmə Maqa Junior. Qapısına qaytardı Laçın. Topla da lazıda baxır indi uzun. Cümlə düşündü yoxsa olacaqdı. Ağa ilə oynadı. Ağa top meydanda qalıb. Ağa Maqa Junior. Pünhan solcan topladı. Ağaya bıraxır. Ağa indi sağ caha. Ötürmə etdi. Ceyhun uzaq məsafənin zərbəsini indirdi. Son anda Akşin və Koner. Yenidən Koner olacaq. Top Elxandan meydana tərk etdi. Bu dəfə geriyə ötürmək gəldi. Maqa Junior topladı. Ümid var qarşısında Maqa keçdi orada ümidi. Rami də keçməyi bacardı. Özü ilə deyək ki. İndi Elxan gəldi qarşısına. O da ötürməsi edir Ceyhun'a. Ceyhun. Topu aldı Elxan. Out. Out'a yeni yetirilir. Ümid. Zərbəsi indirdi. Son anda qalkiper. Zərbəni dəf eləməyi bacardı. Məziyyətli uğursu alınır. Top indi Kubart komandasında da Ceyhun. Sağ zənətdə Pünhan topladı. Pünhan Maqa Junior ilə oynadı. Maqa. Ağa da qoşulur hücuma. Pünhan istiqamətə ötürmə. Qapı qarşı ötürmə düşündü. Top qapısıda. Qapısıdan meydanı tərk etdi. Korner olacaq. İliyə doğru ötürmə. İlkin. Maqa Junior kəsdi qarşısına və top indi Kubart komandasına keçdi. Ağada topu hazırda Ceyhun oynuyor sağ zənətdə. Ceyhun kesə bilmədi ikini. Otoman Kubart komandasında da. Ağa Maqa ilə oynadı. Maqa Junior. Uzaq məsafədən zərbə düşündü, amma top istədiyi kimi ayağına oturmadı. Oyun qapıdan zərbə ilə hərəkətli qazanacaq. Akşinə sağdan ötürmə İsmət. Ağa topu qazanır. İsmətdən topu almağı bacardı. Mərkəzi də Maqanı gördü. Maqa Junior zərbəsi çərçivədən yan keçdi. Növbəti zərbəsi də çərçivə istiqamətə getmədi. Uzun ötürmə. İsmət istiqamətinə 2 mübarizə var idi. Ağa topu qazandı.
Altında artıq yeni yetirilib. Ceyhun. İleri götürmə. Günhan Sensi də buram etməyə çalışdı. Top. İndi yenidən Kubat komandasında qalır. Maga Junior solcan ötürmə. Ağa qapı qarşı ötürmə gəldi. Sağ cənatda Ceyhun topladı. Ceyhun qapı qarşı ötürmə düşündü. Elxan imkan vermədi müdafiədə. İnanma oynadı. Yerdə qaldı Elxan bu epizodda. Bu şotanın sarısında değil. İndi onu yenidən altdan hərəkəti qazanır. Ümid ki, Sıvı ötürmənin qarşısına topa elədi, amma Kubat komandasındadır. Və indi qayda pozuldu. Ağa var, sağ zanatlara qapıya baxır, ağa qapı qarşı ötürmə düşündü son anda. Akşin bu tərkəni soruşturmağa bazardı. Ramil İsmət oynadı. İsmət sağ zanaha. Maga var idi komandasının tək qolunun müəllifi. O top onda qalmadı, auto yollandı. Maga Junior Akşin'lə Ağa oynadı. Yenidən Maga. Ağa toplayır yenidən. İliyə doğru ötürməyə Ezan. Tək doğru Ceyhun ötürdü. Ceyhun da topu Tora göndərdi. 5-1. Əlbəttə qolun müəllifi oldu Ceyhun. Kreativ komandası mərkəzdən top oyuna daxil etdi. Top Maga'da meydanı tərk edir. Hüseyin idi. Altdan top oyuna daxil etdi. Elcan oynadı mərkəzdə. Elcan sağ azdan ötürməyə Maga Junior. Qayda pozuntusu təyin oldu. Cərimə zərbəsi yeni yetirəcək indi. Kreativ komandası. Ümidin ötürməsi. Top qısa qaldı. Qazanır topu Kubat komandası. Ecan topu oyunca saxlaya bilmədi. Yox, üzü sevrik edib bir baxma. Altın yeni yetirildi. Solcan Ayxan sıqamı ötürmə. Amma Ayxan topu meydanda saxlaya bilmir. Biraz sürətdə ötürmə alınmışdı və topa çatmaq mümkün olmadı. Otağın açarı. Açıq idi bizim otaq. Ha? Birinci, girən kim birinci açıq idi. Abla. Hüseyin İsmət topu qazanmağa çalışır. İkinin barası var. İsmət zərbəsi indirdi. Dəqiq alınmadı. Və qayda pozuntusu təyin etdi hakim. Dayında suda sən nə qədər dinləmişsən? Bax görülür. Gəl görülür. Ümid, sola kaysan yoxla da. Həmən. Müfid səsləndi. Ümid gəldi zərbəsi. Canlı səhətdən qayıtdı. Ceyhun. Cəhdi alınmadı. İsmətə qaldı. İsmət zərbəsi dəqiq alınmır. Roma. İkinci qola çox yaxınlaşdı kreativ komandası. Amma dəqiqlik çatmadı. Fərqlənmək üçün. Oxan gəl özünə at. Kapitan zərbə ilə artıq bassın. Oyunu hərəkətliyi qazandırdı. Qusi sağ zənaqda Elcan oynadı. O da Maga Junior oynuyor. Maga. Sol zənaqda Ceyhun var.
Sürməsini indi Maqaya. O da sağ zarfda Elzan'la oynuyor. Elzan döndü qapısına. Basından irəyə ötürmə. Sürmənin qarşısı kəsilir amma top elədə. Kubart komandasına qaldı. Ağa Maqacun oynuyor. Sağ zarfda Elzan. Nəzarətsiz qalıb. Önə açıqdır. Qapıçı da keçməyi bacardı. Yerdə qaldı Elzan və ona qarşı qayda pozuldu. Daşki müfti səslənti, cərmə zərbəsi yetirir. Zərbə gəldi qapıya, son anda Akşin. Bu zərbəni qaytarmağı bacardı. Altı artıq yeni yetirilib. Top indi kreativ komandasına keçdi İsmət. Bizlər. Mən vurdum. İsmət indi altı yeni yetirdi. İkin oynadı. İkin döndü qapısına. Uzun ötürmə gəldi. Akşindən top meydandan çıxdı. Seyhun sürməsi solcan qoysi zərbəsi indirdi qalkiper. Akşin təhlükənin qarşısına aldı. Maqajin uzun məsafədən zərbə Mendəcə indir zərbəsini son anda Akşin bu zərbəni də dəf eləməyi bacardı. Qapı qarşısına ötürmək seçkim yoxdur. Cəmin meydançasında və top meydandan çıxır. Tutan zərbə uzun ötürmək dedi Elcan istiqamətinə. Elcan. Elcanda qalmışdım. İndi yenidən Kubart komandası növbəti hücum əmrəsini izləyəcəyik. Pas atını gelir. Özü saxla. Qalkiper xəttdən kənarda. Əllə toxundu. Hakimin qərarı nə olacaq? Vərəqə gələcək mi Akşinə? Hakimləri cibinə gedir. Və sarı vərəqə ilə cəzalanır Akşin. Bir səsləndirəcək. Hun gəldi. Qüvvətli zərbə indirdi amma top çərçivə istiqamətinə getmədi. Soldan ötürmə gəldi İkin. Yerə ötürmə kesmədi. Altdan top oyuna daxil edildi. Maqa Junior sürətlə keçdi mərkəzi. Ceyhun top alır sol cinaqda. Zərbəsi indirdi Ceyhun və topu Tora göndərir. 6-1 olur hesab. Dubl etdi Ceyhun da bu maçda. Hesab fərqini 5 topa çatdırdı Kubart komandası. Növbəti dəfə rəqibini mərkəzdən oyna daxil etməyə məcbur etdi topu. Gün zərbəsi yeni yetirəcək kreativ komandası. Başla zərbə gəldi Ümiddən amma dəqiq alınmadı. Qapıdan zərbəli oyun hərəkətli qazanır. Ceyhun topu solca Hayezan üçün bıraxdı. Ağa. İləyə doğru ötürmə Akşin. Uzaqlaşdırdı topu. Out. Topu qazandı Qusi. Zərbəsi də yaxşı alınmışdı amma ağzı dəqiqlik çatmır. Buradan zərbə artıq daxilə olunub top oyuna. İsmət. 2 mübarizə var. Top İsmətdən meydandan çıxdı. Qapıdan zərbə ilə top oyuna daxil edilib artıq. Qusi. Ceyhun oynadı. Ceyhun yerdə qaldı və ona qarşı qayda pozulur.
Dərhal da yeni yetirdi cərimə zərbəsi. Ağa. Elzan oynadı. Solca ötürmə gəlir. Ceyhun qapı doğru zərbəsi indirir son anda qalkiper. Zərbəni dəf eləməyi bacardı. Top sinəsiyle rahmetliyin dağa. Tümə qapı qarşısına. Pünhan zərbəsini Akşin dəf edir. İləyə doğru tümə son anda. Kritik müdaxilə var idi. Ezanın sürüşmə fəndi olmasaydı hafta ikin qapısı da üzböz qalması şübhəsiz idi. Ümid topladı indi. Ümid baxdı qapıya zərbəsi. Çərçivənin üzərindən meydandan tərk edir. Kapitan zərbəli artıq top oyuna daxil edilib. 2 topu qazanır. Ceyhun 2 topu dərhal qazanmağı bacarır. Elcan baxır qapıya. Yox, ötürməsini edir Pünhana. Pünhan topu istədiyi kimi ram edə bilmədi və top meydanda qalmadı. Qapıdan zərbə ilə uzun ötürmə edir İsmət istiqamətinə. İsmət topu önünə aldı, amma yox, Elcan satdırdı özünü. Tərkəni soruşturdu. Uzun məsafədən zərbə gəldi. Ceyhundan amma top çərçivənin üzərindən meydandan çıxır. Top yenidən Ceyhundadır. Ayağından biraz irəli buraxdı. Amma top yenidən Ceyhunda qalmışdı. Dərbəsi qapısı Akşin topa sahib olur. Sol cənabda İlxan oynadı. Akşin İsmətin ötürməsi kesmədi. Elzan ileri doğru ötürmə son anda İlkin topun Qusiyə çatmasına mane olur. Pünhan boşdu zərbə düşündü amma istədiyi kimi zərbə alınmadı. Sol cənabdan out yeni etəcək. Kubart komandası. Ceyhun uzun məsafədən zərbə düşündü. Ümid blok qoyur. Yenidən out. Rami'yle için arkada kaldı. İyi. Ağa solca ha. Parda ötürməkdir Elzan. Elzan Hüseyin oynadı. Pünhan. Yenidən Hüseyini düşündü amma Ramil imkan vermədi. Outdan Pünhan topuna daxil etdi amma qazanır. Topu indi kreativ komanda Elxana qapısı üzbözü. Neydi qapısı? Zərbəsi indirdi amma son anda Laçın dəf etdi bu zərbəni Ümid birbaşa. Qapıya düşündü amma dəqiq alınmadı bu zərbə. Pas lazım. Elcan sol cantda Pünhan var. Yenidən Elcan'a düşündü. Keçmədi bu ötürmə. Out. Elcan sol cantda Ağay oynuyor. Ağa qapı qarşı ötürmə gəldi Pünhan. Zərbə endirə bilmədi. Ramil mane oldu ona. Kreativ komandası ilə altdan topuna daxil etdi İlxan. Ramil oynadı. Yenidən İlxan sıqamatı ötürmə İlxan. Edəcək qapısı olasın. Çıxdı amma İlxan qazandı. Ötürməsi etdi Ramilə. Geriyə ötürmə Maqa. Sola çəkdi zərbəsi indirdi. Top meydandan çıxdı. Koner olmalıdır bildirir oyun hakimi. Ara ötürməsi geçmir. Ümid
Ümidin bu ötürməsi dəqiq alınmadı. Uğursu alındı bu cəhdi Ümidin. İstədiyi kimi ötürmə alınmadı. Aha, yaxşı bıraxdı Ceyhuna. Sadəcə Ceyhun cümə qoşulub. Ötürməsi yenidən Ağaya. Ağanın zərbəsi dəqiq alınmadı. Hakimin də final fiti səsləndi. Maç başa çatır. Kubart komandası 6-1 hesabı ilə qələbə qazandı və üz xal hesablarını yazdırırlar. Təbrik edirik Kubart komandasına. Növbəti oyunlarda iki komanda yoxlar arzulayırıq biz də. Röportajını burada yekunlaşdırırıq. Növbəti oyunlarda, növbəti maçlarda yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.